Herkese salam qızlar. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Mən gəldim qızlar, xoş gəldin. Həmişə mən gəlim. Bugün özümü digər günlərə nisbətən daha yaxşı hiss etdiyim üçün istədim sizlərlə video paylaşım qızlar. Demək keçən axırıncı videomdan sonra nə qədər istədim ki, video paylaşım, çəkmişdim də. Ancaq heç əhval-ruhiyyəm, canımın ağrıları bir türlü dinmək bilmədi. Ona görə nə qədər istəsəm də paylaşa bilmədim. Daha sonra üstünüzə sağlıq qızlar, dəhşət bir qrip gəldi. İnanırsınız, qışın qripi, yəni yanında heç nədir də o dərəcə. Keçən dəfə bir dənə izləyici xanım yazıb ki, danışırsan, əzilirsən, büzülürsən. Danışırsan deyir, əzilib büzülürsən. Mən belə bir şey deyim də, yəni yol gedən zaman, çəkiliş edəndə istər-istəməz danışanda adam təngi nəfəs olur, çəkiliş etdiyin zaman kamera sirkələnir. Ancaq belə sakit formada durub danışanda, yəni mən də indi qadınam da, mən kişi deyiləm, nə bilim, at bala xanım deyiləm. Mən burada neynəyə bilərəm ki, normal durmalıyam, danışmalıyam da. Əzilib büzülmək də əl-qol hərəkətlərimə görə belə də. İndi əlimi, qolumu da neyniyim? İnsana Allah bu əli verib ki, bu əldən istifadə eləsin də. Yəni özünüz fikir verirsiniz də. Yəni qadının əl hərəkətləri başqa olur, kişinin əl hərəkətləri başqa olur. Yəni qadının davranışı başqa olur, kişinin davranışı başqa. Burada sakit bir formada durmuşam. Kamera sirkələnmir, tutalım, yol getmirəm, bir şey eləmirəm, maşında deyiləm. Əlbəttə ki, sakit formada danışmalıyam da. Yəni neyniyə bilərəm ki? Sakit templə, sakit formada, normal əl hərəkətim də, mənim də görünən bir dənə əlimdir də. Yəni buna da bir aydınlıq vermiş olum. Və kişi deyil də, qadın olduğum üçün düzdür, özümü çox da qadın kimi hiss eləmirəm. Çünki mən o qədər içimdə bir uşaq var ki, nə qədər böyüsəm də yenə də özümü uşaq kimi hesab eləyirəm. İndi ona görə də yəni kişi deyil də bir qadın cinsinə mənsub olduğum üçün normal olaraq, yəni mənim qadın kimi hərəkət etməyim çox normaldır. Belə. Kişi kimi hərəkətlər eləsəm anormallıq olar da. Qızlar, demək üstünüzə sağlıq qızlar. Mama bala bizi bir qrip tutdu. İnanırsınız, qış qripi onun yanında heç nə idi də. Yəni çox pis. Şükür Allaha, indi nisbətən daha yaxşıyıq. Nihat da bağçasına bu həftədən şükür Allaha getdim. İnşallah bir də xəstələnmərik. Yəni təsəvvür eləyin ki, yayda dedim, yəni bu nədir də. Dünən yox, sırağa gün özümə məcbur da gördüm, ujeda dözə bilmirəm də. Yəni çox pis haldayam. Dedim, güclə də olsa duracam, bişirəcəm. Mamam neçə dəfələrlə gəlmək istədi. Dünən düzdür gəlmişdi. Ondan qabaq neçə dəfə gəlmək istədi. Dedim, mama gəlmə, tutulacaqsan qripə. O da hər dəqiqə qrip olan deyil, amma qripə də tutulanda gec çıxır da canından. Sonra necə işə gedəcəksən? Yoxsa elə mama bir canı yanımdaydı. Mən də qıymadım. Dedim, gəlsin, sən də tutulacaqsan. Qızlar, indi şükür biraz özümə nisbətən yaxşı hiss eləyirəm, amma elə bir dönəmdəyəm ki, bir gün yaxşı olan, 2 gün pis olan, bir gün yaxşı olan, 5 gün pis olan, belə də, yəni tam tuta bilməmişəm, hələ tam özümdə deyiləm. Həkimə getmişdik qızlar, Nihadı apardıq, bağçaya qoyduq və həkimə getdik. Elə bir poliklinikaya qeydiyyatdan düşəndən sonra analizlər verdim. Bilirsiniz də, hamiləlikdə poliklinikaya qeydiyyatdan düşülür, analizlər verilir, CD analizi, qan analizi. Onları verdim qızlar, amma çox da yaxşı çıxmadı. Zülalım çox çıxdı, qanda laxtalanma çox çıxdı, qanım çox aşağıdır. Ona görə də getdik həkimin yanına. Həkimin də bir paket qəşəng müalicə yazdı. Allah özü səbəb salsın inşallah. Belə
dəyişkən bir vəziyyətdəyəm qızlar. Tam belə deyim ki, ay hər şey superdir, düzəlmişəm. Nihatda artıq məndə уже 4-5-ci 5 ay tam deyil, amma məncə 5-cinə girmişəm də. Mənim inşallah salamatçılıq olsun, inşallah doğuş noyabra düşür. İndi hesablayın görün. Hə, yəni Nihatda bu dönəmlərdə daha yaxşı idim qızlar. Amma hələ ki tam da yaxşı deyiləm. Hər keçən gün vəziyyətim birdən elə bir vəziyyətə düşürəm ki, elə bil ki, lap birinci trimestrin əvvəlinə qayıtmış kimi oluram da. Yenə də Allahın bu gününə şükür, salamatçılıqdır. İnşallah da belə davam edər. Qrip olmuşdum deyə çox pis oldum. Dedim görəsən uşaqda vəziyyət necədir? Şükür uziyə düşdüm. Hər şey qaydasındadır. İndi həkimin yazdığı müalicələri edəcəm. Allah özü kömək olsun. İnşallah faydalı olar. Sonra yenidən qan analizi verib laxtalanmaya baxmalıyıq, görək necədir. Orada da mesestra məndən qan alanda mənə dedi ki, sənin qanın niyə bu vəziyyətdədir? Amma mənə qanı göstərmədi. İndi düşünürəm ki, yəqin o qədər bərbad imiş ki, yəni qanım necə laxtalıymışsa, nəymişsə onu deyib də. Nəysə qızlar, sonra biraz yüngül alış-veriş etmişik. Bir də ki, məni ən çox narahat edən ürək çırpıntılarımdır qızlar. Ürək çırpıntılarım çox olur, baş gicəllənməyim çox olur və onlar mənim ruh halıma da çox təsir göstərir, məni aşağı çəkir. Hə. Yemək yeməyim ilk gündən qaydasındaydı. İlk gündən yemək yeyə bilirdim. Ürəyim yəni bulansa belə yeyə bilirdim. Sadəcə o ağız dadı deyilən bir şey var. Yəni bax o hələ mənə qayıtmayıb da, hələ mənə gəlməyib. Yəni tutalım otururam, yeməkdir tutalım, oturmuşam bir boşqab yeməkdir. Məsəl üçün yeyirəm yeməklə. Demirəm ki, yemirəm, ac qalmıram, yeyirəm. Amma demək o dadlı bir şəkildə gəlmir də mənə. Hə, Nikoşda bu vaxtlarda tamam ağız dadım da düzəlmişdi, belə də əhval-ruhiyyəm də çox gözəl idi. Özünüz bilirsiniz ki, birinci trimestrdə əhval-ruhiyyə pis olur, hormonlar çox dəyişkən olur, ağrılar falan, can da ağrıyanda insanın heç nə həvəsi olmur da. Hə, amma hələ ki bu dönəmlərdən çıxmamışıq. Bəzən də fikirləşirəm ki, yəqin elə bu son aya qədər belə gedəcək də, yəqin 9 aya qədər belə gedəcək. Yenə də sağlıq, salamatçılıq olsun. Hər zaman, yəni ana olduqdan sonra deyirlər, ana olduqdan sonra anlayacaqsan, başa düşəcəksən. Ana olduqdan sonra həqiqətən bir şeyə çox anladım ki, analara rahatçılıq yoxdur. Yoxdur. Ona görə də qəbullanıb otururuq. Demək qızlar, ilk trimestrimdə, hamiləliyimin ilk 3 ayında dəhşət bir şəkildə ancaq alça yedim. Yəni təsəvvür edin, duzluyurdum, yeyirdim, duzluyurdum, yeyirdim. Sonra biraz fasilə, biraz ürəyim istəmədi. İndi yenə başlayıb ürəyim istəməyə. Ona görə alça aldıq. Bunları belə qoyum. Sonra bilmirəm hamiləliyimdən dolayıdı. Məncə hamiləliyimdən dolayıdı. Çünki mən meyvə o qədər də çox yeyən, sevən bir insan deyiləm. Yeyirəm, amma belə ölmürəm də meyvədən ötürü. Amma bilməm nədəndir, bu yay ürəyim dəhşət meyvə istəyir. Burada vişnə var, tuş vişnə. Sonra albalı var burada qızlar. Albalı. Hə. Sonra Nihadı bağçaya qoyanda bağçasının, yəni binanın altında Neptunun marketi var qızlar. Oradan bir dənə qoğal aldıq. Bir də piraşki gördüm. 2 dənə də belə piraşki götürdük. Qoğalı yemişəm səhər yeməyində yedim. Yəni qaydandan sonra yedim. Piraşkini də ki inşallah yeyərəm. Burada sumkamı sizinlə bölüşəcəm qızlar. Bu sumkamı neçə ay əvvəl almışam. Bilirsiniz ki, mən görüntülü çəkmirəm deyə ona görə belə şeylərimi çox da rahat göstərə bilmirəm də. Mən də belə videolarda göstərim. Bu zakolkam mənim ən sevdiyim çiçəkli zakolkam. Ümumiyyətlə, zakolkalarımın içində ən sevdiyim budur. Çünki bunun rəngi mənə çox
müsbət təsir göstərir. Çox gözəl aura bəxş edir mənə, sevirəm. Sumkamı indirimdən 15 manat almışdım qızlar. Demək, son dönəmlərdə, bu basmayı bilirsiniz də, son dönəmlərdə oradan bir neçə şeylər almışam və çox bəyənmişəm. Həqiqətən də çox xoşuma gəlib. Məncə, fərqi yoxdur da, istəyir şəhər olsun, istəyir bazar olsun. Hara qəşəngdirsə, məncə qəşəng bir şeyi hardan olsa almaq. Çünki bunu niyə deyirəm? Çünki bəzi insanların takıntısı var. Yəqin onların özündən asılı deyil. Yəni xüsusilə firma məhsulları olmalıdır, brend geyimlər olmalıdır, marka geyimlər olmalıdır, marka aksesuarlar. Mənim belə bir takıntım yoxdur da, yəni. Misal üçün, mən bunu basmaydan indirimdən 15 manata almışdım. Çox rahat, kullanışlıdır. Belə çıxılı olmağına baxmayın. İçinə də hər bir şey rahat-rahat gedir də, yəni. İndi sözümü ona gətirirəm ki, yəni mən düşünürəm ki, o markadır, firmadır, brenddir, bunların heç bir önəmi yoxdur. Əsas insanın özü keyfiyyətə malik olsun, özünün canında keyfiyyət olsun. Yəni o Mahsun Kırmızıgül'ün bir mahnısı var, deyir necə paltarlar gördüm, içində insanlar yox, necə insanlar gördüm, üstündə yəni elbisə yox, paltar yox. İndi onun sözü olmasın, əsas məncə insanlıqdır. O brend, marka, murka, təbii ki, hər bir insan istəyir hər şeyin ən gözəlini ala, hər şeyin ən keyfiyyətlisini ala, pul olan yerdən. Amma bəzi insanlar var ki, sırf yəni kənardan buna xoş sözlər deyilsin, kənardan deyilsin. Sən çantanı neçəyə almısan, hansı, misal üçün, bu firmanındır, bu markanındır. Yəni məncə bunlar hamısı bu dünyada boş bir şeylərdir. Bir də bir söz var, deyir, pişiyin ağzı ətə çatanda. Təbii ki, o məsəl deyil. Mən bugün gedib tutalım bir 50-60 manata da, 100 manata da bir çanta ala bilərəm. Onu bir dəfə alacağam. Başlayacağım, indi nə qədər tağa bilərəm, indi mən bir dənədir də tutalım o. Amma mən düşünürəm ki, o 100 manat o bir çantaya verənə qədər, o 100 manata 2 dənə, 3 dənə, nə bilim, 15 manatdan hesablayanda ən gözəl çantalar alıb dəyişik-dəyişik də istifadə etmək olar. Əsas məsələ nədir? Əsas məsələ insan olmaqdır. Geyindiyimiz paltarların qiyməti deyil. Özümüzün qiymətimiz olmalıdır. Belə. Bu da çantamı göstərdim, çiçəkli zakolkamı göstərdim. Sarı rəngi çox sevirəm qızlar. Sarı rəng mənə çox müsbət bir enerji bəxş etdiyi üçün sarı gördüyüm şeylərdə alıram. Daha sonra burada yemiş var. Yemişimizi də kuloklardan tez qurtulmaq istəyirəm ki, səs-küyü bitsin. Bir dəqiqə gözləyin qızlar, gəlin. Mən kameranı söndürmək istəmirəm, çünki sonra montaj etmək istəmirəm. Montaj etmək üçün həm mənə bu dəqiqə vaxt lazımdır, həm də ki, qızlar, video, telefon şey istəyir də, yer istəyir. Ona görə də yerim də çox olmadığı üçün bu videonu bir dəfəlik çəkmək istəyirəm ki, çəkim, qoyum, paylaşılsın. Biraz market alış-verişi. Bu Sezar sosunu çox sevirəm qızlar. Yoldaşım başqa markalarınkini alıb, amma bunu istəsəz belə göstərim, skrin eləyib götürün. Bunun dadına çatan olmaz, çünki möhtəşəmdir. Sonra cici bəbə qızlar. Təbii ki, bu cici bəbəni Nihatdan çox mən yeyirəm. Çünki sevirəm bunu, dadlıdır. Nə çox şirin deyil. Nədən? Yəni, şirinliyi də normaldır, sevirəm. Süd. Evin də ehtiyacı təbii ki, bilirsiniz ki, bitmir. Çikan. Yoldaşım qara sevir, simiçkanı. Mən amma ağ simiçka sevirəm. Sonra cappuccino. Arada ürəyim istəyir. Ona görə də evdə olmağı yaxşıdır ki, əlimi atanda tapın. Sonra soq. Təbii meyvə şirəsi. İndi nə qədər təbiidirsə artıq. Daha sonra mətbəx salfetkası. Sonra tualet salfetkası.
Sonra bu da ev salfetkası. Buna da ev salfetkası deyirəm. Məncə hər kəsə aiddir bu. Məncə hər birimizin evində çoxlu sayda salfetka işlənir və hər birinin öz yeri var da. Yəni tualetinki olsun, evdə gündəlik istifadə etdiyimiz, mətbəxinki, yəni nə qədər alınsa da yenə də istifadə olunur, bitir, gedir. Daha sonra qızlar dərmanlarıma gələk. Ucu mənə yavaş-yavaş hal qarışımı gəlir. Videonu çəkim, gedim, uzanım, özümə gəlim. Çünki beləyəm. Biraz ki ayaq üstə durmadım, halım gedir. İnanırsınız, hələ mən sizə o şeyi çox ötürə bilmirəm. O canımdakı yorğunluğu, ağrını heç ötürmək də istəmirəm, söz yox. Amma yəni bu hamiləliyimi çox çətin keçirdirəm qızlar. Bu hamiləliyim Nihada baxanda yəni çox çətin oldu. Nihadda da çətin dönəmlərim oldu ya, amma o çətin dönəmlərdən çıxa bilirdim də. Bunda hələ ki çıxa bilmirəm. Görə inşallah nə vaxt olacaq. Sonra həkimin yazdığı müalicələrə keçəcək. Bir dərman yazıb. Düzün desəm bu dərmanların təbii ki hamısının məlumatım yoxdur. Bu gündə 2 dəfədir, səhər axşam belə istifadə edəcəm. Sonra belə qan dərmanıdır. Qan artırandımı yoxsa deyəcəm takviyə edəcək, yoxsa qan durulducudumu verəm. Bundan 2 kaska yazır. Səhər axşam da budur. Belə. Sonra belə bir bu antibiotik olmalıdır. Belə bir antibiotik yazıb. Sonra böyle bir börək təmizləyici çay yazıb qızlar. Çaylar bilirsiniz ki çox dadsız olur. Mən heç sevməm belə çayları. Heç içə də bilmirəm. Heç bilməm nə edəcəm bundan mən. Sonra qızlar göbək ətrafına vurulmaq üçün iynə, Kleksan. Mən Nihaddan, bu da reseptimdir. Mən Nihadda bu iynədən istifadə etməmişəm qızlar. Amma bu hamiləliyimdə ehtiyac oldu. Çünki qanım dəhşət laxtalanır. Ona görə ehtiyac oldu. Təbii ki bu mənim dərmanlarımdır. Bu dərmanları kimsə gedib görüb almasın. Bunda ehtiyac olduğu üçün 10 dənə yazıb qızlar. 10 gün, gündə bir dənəsini göbək ətrafına vurmağa. Allah özü səbəb salsın, kömək olsun inşallah. Hər birimizə. Hamilələrə də kömək olsun. Sağlam insanlara da, kimin harda nə dərdi varsa, kimin harda nə problemi varsa, nə qayğıları varsa, nə işi varsa, nə gücü varsa, Rəbbim hər birimizə kömək olsun inşallah. Ruzi bərəkətimizi bol eləsin. Hər birimizə halal yoldan ruzi nəsib eləsin ki, bu işlərin hamısını həll eləyək də. Yəni bunların hamısına pul lazımdır. Pulsuz da bu həyatın mənası yoxdur. Vallahi pulsuz da, ümumiyyətlə puldur da, hər şeyin başında pul dayanır ay qızlar. Pul olmasa heç nə yoxdur vallahi. Mutluluq da pullandır. Bəzən deyirlər pul əl çirkidir, pul nə bilim açmadı. Valla indi pulun açmadığı qapıda yoxdur. Pul da əl çirki zadda deyil. Niyə əl çirki olsun? Bir şey ki, baxın bu dəqiqə mənim bu dərmanlara ehtiyacım var da. Yəni analizlər vermişəm, nəticələrim çox pis çıxıb və bunlar mütləq alınmalıdır ki, o nəticələri düzəltsin də, yaxşıya doğru getsin. İndi mən bunu ala bilməsəm, nətər durum deyim pul əl çirkidir. Ona görə boş-boş şeylərdir bunlar. Ona görə də Allah halal yoldan hər birimizə bol ruzi bərəkət versin ki, hər kəs öz işini, gücünü, problemlərini həll eləsin. Heç kim bilmir nə vaxt dünyasını dəyişəcək. Ona görə də elə insanlar qaçaqovdadır, çalışırlar, vuruşurlar. Hər kəsin bir işi, bir məqsədi, bir gücü. Nə bilim, inşallah ki, hər şey yaxşı olar. Belə. Keçən dəfə bir izləyicim yazmışdı ki, ürəyim partladı, şeyə baxmaq istəyirdim.
Çox danışmışam. İzləyicim narahat olub. Çantamın içində nə var? Görək bu gün nə var konuşum. Qızlar, mənim demək çəkəcəyim videolarım var. İnanırsınız bu sağlıq problemləri ilə bağlı mən onları çəkib sizinlə paylaşa bilmirəm. Demək keçən həftə idi, yoxsa iyulun 15-də, iyunun 15-i qızlar bizim evliliyimizin 6 ili tamam oldu. Təbii ki, onu o ilə saxlayım. Hədiyyələrim var qızlar. Hədiyyələrimi bölüşəcəm inşallah sizlə. Yəni təsəvvür edin ki, videolar var. Yəni ki, bunu çəkəcəm, onu çəkəcəm. Planda olan videolarım var. Sadəcə əhval-ruhiyyəm, yəni canımın ağrıları ona üstünüzə sağlıq imkan vermir. Görək indi nə vaxt imkan verəcək. Neçə gündür bu çantamdan istifadə edirəm. Çox kullanışlıdır qızlar, çox rahatdır. İndirimlə deyəndə bunu Basmoydan almışam mən. Satıcıdan dedim ki, biraz aşağı, səhv eləmirəmsə 20 manata demişdi. Dedim ki, biraz aşağı düşündən. Ay Allah, 20-dən 15-ə düşdü, yoxsa neçədən 15-ə düşdü, bilmirəm də. Axır ki, buna 15 manat pul vermişdim qızlar. Nə vaxt almışdım bunu? O tam yadımda deyil. Buradan bizim kaş lokumumuz çıxır. Böyük kaş lokumu götürmədim ki, içinə başqa şeylər də qoyanda ucu dolur. Daha sonra burada pullarımız var, burada kartlarım var, vəsiqəmiz var, Nihatla mənim vəsiqəm. Sonra Bakı kartı çıxır. Ucu bilirsiniz ki, bütün marşrutlar bundan nəfəs alır. Sonra nəm salfetka. Sonra evimizin açarı. Bunu özümlə aparıb özümlə gətirəm də, çünki gedirəm, qapını açıram, bağlayıram, elə hazır sumkama atıram. Sonra nauşniki. Amma qızlar, bilmirəm niyə bu nauşnikimin bu qulaqçığı nəsə, bilmirəm, son 2 gündür ki, biraz işləməyinə zəiflik işləyir. İnşallah xarab olmasın. Burada da qəpik quruşlarım var qızlar. Görün burada nə var. Heç nə. Nəsə deyəcəkdim, yadımdan çıxdı. Bunları da belə göstərdim. Bütün xanımların çantalarının içi dolu olsun. Ən gözəl şeylərlə, ən gözəl kosmetik vasitələrlə, ən gözəl parfümlərlə, ən gözəl nə bilim şəxsi əşyalarla, pullarla, kaşloklarla inşallah. Amin. Bütün xanımlar xoşbəxt olsun, mutlu olsun, üzləri gülsün. Bizlərdən onun içində. Belə qızlar, dediyim kimi, inanın ki, o qədər istəyirəm ki, belə tez qayıdım, gəlim, düzənli bir şəkildə videolar çəkim. Çox istəyirəm. Sadəcə dediyim kimi də, yəni istəməklə də olmur da, gərək hər tərəfli, misal üçün, istər maddi cəhətdən, istər mənəvi cəhətdən necə deyim də, rahat olasan, paylaşım edə biləsən. Bizdə şükür Allaha, indi hər şey qaydasındadır. Sadəcə mən özüm yaxşı olmadığım üçün, mən də yaxşı olmadımsa bu videoları necə çəkə bilərəm? Gərək yaxşı olum da, çəkim videolarım. Əlimi belə hərəkət elətdikcə, əlimlə danışdıqca o xanımın yazdığı söz yadıma düşür, əzilik büzülür. Bundan sonra Atbala xanım olacağım və nə bilim. Neysə qızlar, yəni həqiqətən də çox istəyirəm düzənli bir şəkildə video paylaşmaq, amma bu vəziyyətim, bu halki sağlamlığım hələ ki tam da müsait deyil, tam da ona şərait yaratmır. İndi görək, inşallah ki, zamanla hər şey düzələr. Hələ bu yaxşı günlərimizdir qızlar. Hələ ki, səsimi eşidirsiniz, sevinin. Çünki bebişkomuz doğulandan sonra yəqin ki, məni bir ayda taparsınız, bir də ildə taparsınız. Onda necə olacaq bilmirəm. Nihat da indi bağçadadır deyə çəkiliş edə bilirəm. Nəysə, bunları yerbəyer edim. Gedim 5 dəqiqə uzanım. Çünki ürəyim içərdə necə çırpınır, dəhşət bir şəkildə. Biraz su içim.
Karqaqol yox. Mən dərman adları da bilmirəm, düzəməlli deyə də bilmirəm. Karqavol dedi, nə dedi həkim ondan alıb yoldaşım. Hə dedi suya damcılat, iç. Gedim suya damcıladım, içim. Öpürəm sizi qızlar, bağrıma basıram. Mənə belə əhval-ruhiyyə arzulayın, sağlam can arzulayın, tezliklə biraz toparlanmaq arzulayın ki, sizlər üçün gəlib video paylaşım. Çünki video paylaşanda sevinirsiniz, mutlu olursunuz. Səsimi eşitdiyiniz üçün mən o enerjini, o sevgini sizdən hiss edirəm. Ona görə mənə dualar edin ki, mən də paylaşım edə bilim sizlər üçün. Öpürəm sizi, yaxşı ki varsınız. İnşallah hər zaman sizlərlə gözəl günlərimi Rəbbim paylaşmağı nəsib etsin. Hə, bir də bir şey deyəcəm. Keçən dəfə paylaşdığım yadıma düşdü. Çantam var idi. Qızlardan biri yazmışdı ki, hardan almışsın, xoşuma gəldi. Onu bilsiz hardan almışdım qızlar. Bu Lotosun altında keçid var. Belə bala ticarət yeri kimi də belə paltar satılır, hər bir şey satırlar. Baxın oradan almışdım onu. 20 manata oradan almışdım. 20 almışdım, 15 almışdım. Yox, 20-yə məncə. Nəysə, videoda orada qiymətini demişəm. Yaddaşım mən o deyil. Hə. Onu orada Lotosun aşağısında keçiddən almışdım qızlar. Gedib ala bilərsiniz. Qəşəng çantalar, ayaqqabılar var idi o mağazində. Amma belə mağazinin adı yadımda deyil, yalan deyərəm. Amma oranı işlədən şəkilli bir kişi idi. Neçə illərdir artıq orada satıcı, yəni oranı işlədir də, ayaqqabı satır, çanta satır. Hə, nəysə qızlar, öpürəm sizi, yaxşı ki varsınız. İnşallah hər zaman sizlərlə gözəl-gözəl paylaşımlar etməyə Allah nəsib etsin. Videonu qoyum yüklənməyə, tez yüklənsin, sizlə paylaşım. Çünki bilməm neçə gün əvvəl axırıncı dəfə paylaşım etmişəm. İndi bir dənə vaxt paylaşım edəcəm, Allah bilir. Çünki mən istəyirəm, amma mən istəməklə də olmur da. Öpürəm sizi qızlar, gözəl-gözəl yorumlar yazın. Videonu bəyənsəz like edin. Əgər bu videoda qarşınıza ilk dəfə çıxırsam, videonu bəyənsəz, kanalımı bəyənsəz, digər videolara baxsaz, xoşunuza gəlsə kanalıma da abunə olmağı unutmayın. Yaxşı ki varsınız. Öpürəm sizi, sevirəm sizi, qucaqlayıram sizi. Sağ olun.